Məşğul olmamız gereken şeyler, birincisi Ramazan ayını ihlasla tutmaq, orucunu. İkincisi, vaxtın dəyərini və qiymətini bilmək, faydalı şeylərdə sərf etmək vaxtımız. Üçüncüsü, Quran-ı Kərimi oxumaq, əzbərləmək, içindəki mənaları öyrənmək və həyatımızda onu tətbiq eləmək. Dördüncüsü, təhəccüd namazını qılmağa özümüzü alışdırmaq, hətta məcbur eləmək. Beşincisi, tövbələrimizi çoxaltmaq, davamlı şəkildə ki, hətta xeyirli əməllərdən məhrum olmayaq. Altıncısı, salih insanlarla vaxt keçirmək üçün can atmaq və pis insanlardan uzaq durmağa çalışmaq. Yedincisi isə nafilə ibadətləri, hansı ki bizi Allaha daha çox yaxınlaşdırır, çoxaltmaq. Əgər bu önəmli nöqtələrə diqqət eləyərsək, Ramazan ayında inşallah rica olunan hədəfləri yerinə yetirmiş hesab olunarıq. Bəli.